Allah Teala Həzrətləri müqəddəs cümə günü vəsiləsi günahlarımızı bağışlada bilməyi və dərəcələrimizi artırmağı da bizlərə qismət eləsin. Əziz qardaşlar, o gün bir ilahiyyatçı danışır, deyir ki, Kərbəla hadisəsindən söhbət düşəndə bilirik ki, biz Kərbəla hadisəsi Peyğəmbər sallallahu aleyhi və səlləmin mübarək nəvəsinin şəhid edildiyi hadisədir. Və söhbət düşən zaman qeyd edir ki, Kərbəla din deyil, Həzrət Hüseyin deyir, din deyil, bunlar tarixi hadisələrdir deyərək, özü də fərqini olmadan çox yanlış bir ifadə səsləndirdi orada. Təbii ki, bir ilahiyyatçı kimi bu da bizim diqqətimizi çəkdi. Ona görə bu günlərin tarixdə baş verən hadisələrdən danışacağıq ki, görək həqiqətən də bu tarixdə baş verən dini zəmində olmuş hadisələr sadəcə tarixi bir hadisədir, yoxsa eyni zamanda bunun bizim üçün dini bir tərəfi də vardırmı deyə bu haqda inşallah ki, danışmağa çalışacağıq. Və Quran-ı Kərimə baxdığımız zaman əslində Quran-ı Kərimin əksər ayələrində tarixi hadisələrdən bəhs edildiyini görürük. Məsələn, Quran-ı Kərimin bir çox hissəsində təkrar qeyd edilən həlak olan qövmlər məsələsi vardır. Allah Teala Quran-ı Kərimin bir çox ayəsində, hətta yüzlərlə ayət kəriməsində filan qövmlərdən bəhs edir və o qövmlərin xüsusiyyətlərini qeyd edərək bu xüsusiyyətlərinə görə onların həlak oluşunu bizlərə göstərir. Yəni, dolayısıyla o ayət kərimələrə baxaraq biz müsəlmanların da nümunə götürməyi və onlarda olan, yəni həlak olan qövmlərin xüsusiyyətlərini özümüzdən uzaq tutaraq qurtuluşa çatmaq yolunda çalışmağımız lazımdır. Məsələn, Quran-ı Kərimdə Allah Teala daha doğrusu Rum surəsi 9-cu ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Əvələm yəsiru fil ardı fəyənvuru keyfə kənə aqibətüllezine min qablihim. Deyir, onlar yer üzündə gəzərək özlərindən əvvəlki qövmlərin başlarına gələnləri görmürlərmi? Ona görə də bu ayət kərimə baxaraq bizim də sanki yer üzündə bir göz gəzdirib, orada xarabalıq bəzi bölgələri göz önümüzə canlandıraraq o qövmlərin həlakını düşünməyimiz lazımdır eyni zamanda. Və ona görə də bir müdrik ifadədə qeyd olunur ki, keçmişə deyir, ibrət nəzəri ilə baxmadan, gələcəyə deyir, əmin addımlarla irəliləmək qeyri-mümkündür. Ona görə hər zaman keçmişi bir tarixi birikim kimi dəyərləndirərək o tarixdən bizim ibrət almağımız lazımdır eyni zamanda. Məsələn, biz burada qövmlərə baxarkən orada Salih Peyğəmbərin bir qövmü vardı, Səmud qövmü. Salih Peyğəmbərin o qövmü həlak olmuşdu. Niyə həlak olmuşdu? Çünki Səmud qövmünə baxdığımız zaman onlar dinsiz bir qövm olduqlarına görə Allah Teala mərhəməti gərəyi bir Peyğəmbər göndərir. Amma insanlar qayıdıb nə deyirlər? Deyirlər ki, ey Peyğəmbər, özümü çox da yorma, biz sənə iman gətirməyəcəyik. Biz nə zaman sənə iman gətirərik? Bəlkə bir möcüzə göstərsən, biz iman gətirmə ehtimalımız olar. Ona görə də təbii ki, hər Peyğəmbər kimi Salih Peyğəmbər də Allah Teala'nın izni ilə öz qövmünə bir möcüzə göstərir. Belə ki, Səmud qövmünə mənsub insanları bir qayalıq bölgəyə aparır və deyir ki, siz bu qayalığa bir diqqətlə nəzər yetirin. Və insanlar qayaya baxan zaman o qayanın içərisi yarılaraq oradan bir dəvə çıxır. Yəni, onu dünyaya gətirən olmadan Allah Teala o qayanın içərisindən dəvəni çıxardaraq Peyğəmbər vasitəsilə insanlara möcüzə göstərmiş olur. İnsanlar o dəvəyə baxırlar və həqiqətən də Peyğəmbərin göstərdiyi bu möcüzəni qəbul edirlər. Amma bir qrup insan olur ki, onlar arasında, onlar dövrümüzün sözü ilə desək, quldur olurlar, yəni eşkıya dediyimiz insanlar olur ki, onlar Peyğəmbərin bu möcüzəsini qəbul etmək istəmirlər. Salih Peyğəmbər deyir ki, bəs bu dəvə elə bir dəvədir ki, onda çoxlu xeyir, bərəkət vardır. Amma Allah Teala'nın bu dəvə haqqında sizə bir əmri vardır. Belə ki, sizin olduğunuz bölgədəki su ehtiyatlarından bir gün siz istifadə edəcəksiniz, bir gün bu dəvə istifadə edəcəkdir. Və bu dəvə istifadə edərkən də o suyu sütə çevirəcəkdir və sizi süt ilə bəsləyəcəkdir, deyir. Amma insanlar hər nə qədər möcüzəni görmələrinə baxmayaraq, bu Peyğəmbərin sözünü qəbul etmək istəmirlər. Deyirlər, nətər onlara deyir, biz bir gün su içək, sabahsız günü suyun hamısını bu dəvəyə verək. Bu boyda möcüzəni görmələrinə baxmayaraq, onu
əmirlərini qəbul etmək istəmirlər. Bir nəfər çıxaraq, həmin o quldurlardan birisi o dəvəni orada kəsir, dəvəni orada öldürür. Hər nə qədər Peyğəmbər desə ki, o dəvəni öldürməyin, onda xeyir bərəkət vardır. İnsanlar sırf öz nəfslərinə uyaraq onu orada öldürürlər. Buna görə də Allah Taala orada Səmud qövmünü həlak etmiş olur. Daha sonra biz burada Səmud qövmü ilə yanaşı tarixə baxdığımızda digər Qurani-Kərim ayələrində, məsələn, Araf surəsi 163-167-ci ayəsində meymuna çevrilən insanların olduğunu görürük. Belə ki, bir kənd olur ki, həmin kəndə Allah Taala Peyğəmbər göndərir və o kəndin əhalisi deyir, balıqçılıqla məşğul olunmuş. Həmin Peyğəmbəri qəbul edirlər və Peyğəmbər onlara deyir ki, Allah Taala həftədə bir günü sizin üçün müqəddəs gün təyin edibdir və bu bir gündə sizin balıq tutmağınızı qadağan edib. Yəni bu gün müqəddəs gündür və o gündə balıq tutmağınız sizlərə qadağan edilibdir Allah Taala tərəfindən. Və insanlar da ona iman gətirirlər. Deyirlər ki, Allah qadağan edib, başımızın üstündə yeri vardır, biz də həmin günü balıq tutmarıq. Amma həftənin o günü gələndə birdən gölə baxırlar, görürlər ki, o günü göldə olan balıqların sayı digər günlərə nisbətən dəfələrlə artıq olmuşdu. Və təbii ki, insan nəfsi də burada işin içərisinə girir. Yəni, sən bir balıqçı kimi gelirsən, hər gün balıq tuta bilmirsən və yaxud az balıq tutursan, amma sənə qadağan olunan gündə baxırsan ki, göl balıqla dolub daşır. Təbii ki, insanlar bir bəhanə axtarırlar ki, biz necə eləyək ki, o göldən həmin günü bir qazancla ayrılmış olaq. Və belə bir qərara gəlirlər ki, biz tutaq ki, həftənin 5-ci günü müqəddəs gündürsə, balıq tutmaq bizə 5-ci günü qadağan edilibsə, biz 4-cü günü gölə tor ataq, daha sonra 5-ci günü oradan balıqlar o tora düşdükdə, biz 5-ci günü çıxartmarıq, 6-cı günü o balığı çıxartmış olarıq. Dolayısıyla 5-ci günü balıq tutmuruq, 4 və 6-cı günləri birləşdirərək, yəni bu günlərdə biz balığımızı tutarıq, yəni Allahın əmrindən çıxmamış olarıq. Və yaxud da bir qrup insan deyir ki, özlərinə bəhanə gətirirlər ki, Allah bizə o balıqları yeməmək üçün tutmağımızı qadağan etdi, amma biz satmaq üçün tutarıq o balıqları. Dolayısıyla yenə də Allahın əmrindən çıxmış olmarıq. Yəni bir qrup insan oldu orada, həmin gölün qırağında kiçik bir gölməçə düzəltdilər ki, həmin balıqlardan nisbətən tullanan, atlanan, düşən olsa, o gölməçənin içərisinə düşsün. Müqəddəs gün keçdikdən sonra o gölməçədən onları tutsunlar. Yəni fərqli-fərqli bəhanələrlə əslində o müqəddəs gündə o balıqları tutaraq Allahın əmrindən çıxdılar. Hər nə qədər Peyğəmbər və salih insanlar onlara nəsihət etsələr ki, bunu etməyin, bu günahdır, onlar bu bəhanələrlə o işi yerinə gətirirlər. Və Qurani-Kərimdə Allah Teala deyir ki, biz deyir, onlara öyüd nəsihət verənləri xilas etdik, amma o şəkildə zülm edənləri, zalimləri, yəni Allahın əmrindən çıxanları isə həlak etdik. Və onların həlak edişi də həqiqətən bizim üçün çox böyük nümunədir. Deyir, Allah Teala o insanları 3 gün meymuna çevirir, 3 gün meymun olduqdan sonra onları yer üzərindən həlak edərək bizlərə bir örnək kimi Qurani-Kərimdə orada qeyd edir. Və dolayısıyla baxdığımız zaman Allah Teala onları həlak etdi, çünki onlar Allahın əmrlərinə müxtəlif bəhanələrlə çəkindilər. Əslində bu əmrləri bugünkü günümüzə də biz misal verə bilərik. Məsələn, tutaq ki, Allah Teala bu gün də bizə müqəddəs bir gün təyin edib. Cümə günü müqəddəs gündür, amma bəzən bizim də o insanlar kimi bəhanə gətirən insanlar olur ki, mənim işim var idi, mən cümə namazına ona görə gələ bilmədim. Necə ki, o insanlar bəhanə gətirirlər ki, biz balıqları bugün tutmuruq, bugün dünən tor atırıq, sabah isə toru götürürük. Yəni o şəkildə bəhanəyə bənzər bizim də bugün bəhanələrimiz olur ki, biz cümə namazına niyə gələnmədin? İşim var idi, ona görə cümə namazına gələnmədim. Yəni o gün Allah Teala onları meymuna çevirmişsə, görün bugün bu şəkildə bəhanə gətirən insanları da Allah Teala o şeyə çevirmək qabiliyyətində sahibdir. Ona görə də bu kimi məsələlərdə bizim ehtiyatlı olmamız lazımdır. Yəni həqiqətən də Səmud qövmünə baxdığımız zaman orada nə idi? Allahın dəvəsini insanlar orada öldürmüşdü. Niyə öldürmüşdü? Çünki o dəvə cəmiyyət içərisində gəzəndə insanlara Allahı xatırladacaqdı. Ona görə o dəvəni öldürmüşdü. Məsələn, necə ki, SSR-nin dövrünə baxanda məscidləri niyə dağıdırdılar? Çünki məscidlər insanlar onun yanından keçərkən insanlara dini neyniyirdi? Dini yada salırdı, Allahı yada salırdı. Və yaxud da bəzi bölgələrdə dini bir qism rituallar var ki, onları yerinə yetirməyə qoymurlar. Niyə qoymurlar? Çünki o adətlər, o ənənələr insanlara dini xatırladır deyə onlara qarşı çıxmağa gəlinmişdi müəyyən mərhələlərdə. Amma Allah Teala onların hər birinin burada qarşısının aldığına biz şahidlik edirik eyni zamanda. Və baxdığımız zaman burada bir həqiqətən də bu qissələrlə bir lətifə vardır ki, o lətifəni də qeyd eləməyimiz yerinə düşərdi. Deyir, bir günlərim bir şir olur, bir qurt və tülkü üçü bir yerdə ov eləməyə gedirlər.
Ovu etdikdən sonra bir maralı orada ovlayırlar. Maralı ovlamalarının ardından nə edirlər? O maralı sıra gəlir üçü arasında bölüşdürməyə. Şir canavara əmr edir ki, bu maralı aramızda bölüşdür. Canavar maralı üç yerə ayırır. Deyir, şir bu sənin payındır, bu mənim payım, bu isə tülkünün payıdır. O zaman bu bölüşdürmə aslanın xoşuna gəlmir. Yəni, burada o canavarı öldürür orada ki, sən niyə deyir bu şəkildə yanlış bölüşdürmə apardın. Daha sonra təbii ki, tülkü bu hadisəni görür və orada nümunə götürür özünə. Canavar öləndən sonra artıq növbə düşür tülkünün üzərinə ki, tülkü ovu bölüşdürsün. Tülkü maralı iki yerə ayırır. Maralı iki yerə ayırarkən aslana deyir ki, bax mən bunu iki yerə ayırdım. Biri deyir, bir parası sənin günorta yeməyindir, bir parası isə sənin axşam yeməyindir. Mənim isə bu marala ehtiyacım yoxdur deyərək bu bölüşdürməni aparır. Bu bölgə artıq aslanın xoşuna gəlir. Çünki tamamı aslanın xeyrinə olacaq bir şəkildə orada maralı ayırmışdı iki hissəyə. Yəni, dolayısıyla tülkü o canavarın aqibətində baxdı, orada nümunə götürdü ki, mən bu şəkildə eləsəm, bugün məni o aslan orada öldürəcəkdir. Ona görə tülkü nümunə götürərək onu başqa bir şəkildə bölüşdürdü. Eləcə də bizim də bu günlərim o insanların halına baxaraq nümunə götürməyimiz lazım ki, bu insan onu o şəkildə etdi deyə Allah onu həlak etdi. Bugün mən də onu o şəkildə edərsəm, bəlkə də Allah Teala məni də həlak etmək, yəni burada məsələsi ortada gündəm olmalıdır. Baxdığımız zaman Ad qövmünün həlakına baxa bilərik biz. Ad qövmünə Peyğəmbər gəldiyi zaman Hud Peyğəmbər Ad qövmünə gəlmişdi. Deyir, onlar çox təkəbbürlü bir xalq idi. Və Peyğəmbər gəldikləri zaman Quran-ı Kərimdə keçir ki, Bismillahirrahmanirrahim. Fəəmmə adun fəstəkbaru fil ardı biğayril haqq. Deyir, Ad qövmünə gəlincə onlar deyir, yer üzündə haqsız bir şəkildə təkəbbürlük edirdilər. Peyğəmbərlər ona Allaha itaat edin dedikdə onlar qayıtdılar ki, bu yer üzündə bizdən daha qüvvətli kim ola bilər ki, deyir. Halbuki özlərini yoxdan yaradan Allah Taala'nı deyir, onlar görməzdən gəldilər və ona görə Allah Taala onları həlak etdi. Daha sonra Nəmrudun biz həlakına baxdığımız zaman, Nəmrud və onun qövmünün, orada da bizim üçün nümunə var. Nəmrudu İbrahim Peyğəmbər atəşə atarkən, İbrahim Peyğəmbər atəşdə yanmır. Daha sonra Nəmrud qayıdır İbrahim Peyğəmbərə deyir ki, mən deyir, öz tanrılığımdan əl çəkməyəcəm, amma sənin Allahın üçündə sığır kəsəcəm, ona pay göndərəcəm, deyir sənin Allahına. Yəni, bu boyda möcüzəni görən adam nə eləmiş olur? O möcüzə qarşısında belə öz təkəbbürlüyündən əl çəkməyə. Bu da insan oğlunun nə qədər azğınlaşa biləcəyini burada bizə göstərmiş olur eyni zamanda. Və həqiqətən də baxdığımız zaman Allah Teala onu sırf təkəbbürlüyünə görə milçəklə həlak etdiyinə burada şahidlik edirik. Yəni, dolayısıyla başqa bir Quran-ı Kərim ayəsini keçir ki, Bismillahirrahmanirrahim. وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا وَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ. Deyir, onlara deyir, bir peyğəmbər göndərdiyimiz zaman nazlı nemət içərisində yaşayan insanlar deyirlər ki, biz səni inkar eləyirik. Yəni, dolayısıyla insanların peyğəmbərləri inkar etməyin bir səbəbi də nazlı nemət içərisində yaşamasıdır. Yəni, nəfs rahatlıq gördüyündə elə bilir ki, həmişə rahat yaşayacaq, amma bu belə deyil. Həqiqətən də hər bir insan cəhənnəm əzabını düşünməsi lazımdır ki, mən bugün burada rahat ola bilərəm, amma Allahın əmrlərini riayət etməzsəm, sabah mənə axirətdə cəhənnəm ateşi gözləyir deyərək bir təlaşı olması lazımdır insanın. Və hətta peyğəmbərlər onlara möcüzələr göstərsələr belə, ölünü dirildir peyğəmbər, qayıdıb deyirlər ki, sən burada bizə sehr göstərirsən. Yəni, insanoğlu bu şəkildə mənfi yollara düşmə ehtimalı vardır. Ona görə də baxdığımız zaman burada bir alimin bir misalı vardı. Deyir ki, balığa deyir, balıqçı qırmaq atdığı zaman o balıq qırmağa baxmaqdan sonra onun üzündə qurda baxır, o qurda olan tamahı onun qırmağa düşməsinə gətirib çıxarır. İnsanlar da bu şəkildədir. İnsanlar da bəzən dünyaya olan meyillərin nisbətində Allahdan da eyni zamanda uzaqlaşmış, Allahın əmrlərinə qarşı gəlmiş olurlar. Ona görə də deyir, bir Harut və Marut var idi. Onlar insanlara sehr örgədirdilər mələklər. İnsanlara xəbərdar edirdilər ki, sizə sehr örgədirik, amma siz bu vəsilə ilə dindən çıxmış olacaqsınız. İnsanlar dindən çıxmaq bahasına o sehri örgənməyə qəbul edirdilər. Yəni, dolayısıyla deyir, Harut və Marut sehr edərək insanları ərlə arvadı bir-birindən uzaqlaşdırırdısa, dünya deyir, elə bir sehirbazdır ki, bu sehir vasitəsilə Allahla bəndəni bir-birindən uzaqlaşdırır. Ona görə dünya nemətlərini burada insanın çox böyük diqqət yetirməsi lazımdır. Deyir, Peyğəmbər s.ə.v vida həccinə gedərkən, orada Mina ilə Müzdəlifə arasında başlayır addımlarını sürətləndirməyə
Peyğəmbərdən soruşurlar ki, ya Rasulullah, sən normal gedirdin, amma birdən-birə başladın sürətli bir şəkildə getməyə. Bunun səbəbi nədir deyəndə Peyğəmbər aleyhissalam qayıdır ki, bax, burası Əbrəhənin ordusunun başına daş yağan yerdir. Dolayısıyla bu bölgə Allahın qəzəbini özünə çəkən bir yerdir. Ona görə mən buradan sürətlə addımlayıram ki, Allahın qəzəbindən mənə də bir pay gəlməsin. Yəni, dolayısıyla qəzəbin olduğu yerdə deyir, dayanmamaq lazımdır eyni zamanda. Və yaxud da Təbük səfərinə çıxarkən Peyğəmbər s.ə.v həmin Səmud qövmünün həlak olduğu yerdən keçir. İnsanlara deyir ki, bax, siz bu yerə gəldiyiniz zaman buradan su götürməyin. Yəni, dolayısıyla buradan bir əşyanı əlinizə götürməyin. Çünki bu yerlər sanki bir lənətlənmiş yer xarakterindədir. Çünki burada Allahın qəzəbi insanların üzərinə təcəlli etmiş və insanların həlakına gətirib çıxarmışdır, deyir. Hətta bir qrup insan deyir ki, ya Rasulullah, biz sənin orada dediyin sözünü eşitmədik və ona görə də oradan kimi xəmir götürdüyü, xəmir yoğurduğu oldu, kimi oradan su götürdüyü oldu. Peyğəmbərimiz deyir, yox, siz burada o suları tullayın, yoğurduğunuz xəmirləri də yeməyin. Yəni, bunları da qırağa atın. Yəni, çünki bura Allahın qəzəbinin gəldiyi bir yerdir, ona görə ehtiyat edin. Yəni, dolayısıyla biz bugün də o hadisə keçərlidir. Allahın qəzəbinin gələ biləcəyi yerlərdən bu hədisə baxaraq bizim də uzaq durmağımız lazımdır. Məsələn, elə yerlər var ki, Allahın razı qaldığı yerlər deyil. Ona görə oradan tez bir zamanda uzaqlaşıb keçib getməyimiz lazımdır. Durmamağımız lazımdır ki, Allahın qəzəbi bizim üzərimizə düşməsin. Yəni, bir insan tutaq ki, zibilliyin içərisinə girirsə, o insan hər nə qədər desə ki, mənim paltarım bulaşmayacaq, o zibilliyin qoxusu həmin insandan gəlməyə başlayacaq. Ona görə dini baxımından da o şəkildə pis qoxulu yerlərdən də hər birimizin uzaq durmağımız lazımdır. Yəni, əziz qardaşlar, burada hər birimizin bu qövmlərdən olmamamız üçün ilk növbədə edəcəyimiz şey tövbə olmalıdır ki, Allah tövbəmizi bağışlasın. Və Həzrət Ömərin bir gözəl bir sözü var. Deyir ki, günah işləyib tövbə etməkdənsə heç günah işləməmək ən yaxşısıdır. Ona görə hər birimizin günahlardan uzaq durmamız lazımdır. Sonda Allah Teala'ya dua edək ki, Uca Rəbbimiz hər birimizə günahlardan qorunma iradəsini ihsan eyləsin. Günahlara qarşı ibadətlərimizi bir qalxan mahiyyətində qərar versin. Allah Teala mübarək Ramazan ayı bitdikdən sonra bütün aylarımızı Ramazan ruhaniyyəti içərisində yaşamağımızı cümləmizə ikram eləsin.